Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulillah. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Eşhedü en la ilahe illallah. Vahdehu la şerike lehu ve eşhedü enne Muhammeden abduhu ve rasuluhu. Emme ba'd. Değerli bacı ve kardeşler, bugün biz sizinle Peygamberimizin sallallahu aleyhi ve sellemin hayatı hakkında danışacağız ve biz artık bir neçə mərhələdə Peyğəmbərimizin sallallahu aleyhi ve sellemin sirası hakkında, yani onun hayatı hakkında danışmışıq. Və biz dərslərimizin bu mərhələsində Peyğəmbərimizin sallallahu aleyhi ve sellemin sevdiyi şəxslər hakkında danışırıq. Ötən dərslərimizdə də bu haqda danışmışdıq. Və bu gün də onun sevdiyi bəzi şəxslər hakkında danışacağıq. Və dərsimizin mövzusunda biz Peyğəmbərimizin Həsən və Hüseyin, Allah onların hər ikisindən razı olsun, onlar haqqında olan sevgisindən danışacağıq. Həsən və Hüseyin Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin qız nəvələri idi. Yəni Fatimə radiyallahu anhənin övladları idi və Fatimənin yoldaşı isə Ali ibn Əbu Talib idi. Yəni Fatimə və Əlinin, Allah onların hər ikisindən razı olsun, izdivacından bir çox övladları dünyaya gəlmişdi və onlardan Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deməli, daha doğrusu Həsən və Hüseyin övladları dünyaya gəlmişdi və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem o Həsən və Hüseynə də xüsusi sevgi göstərirdi. Usame ibn Zeyd, Allah ondan razı olsun, deyir ki, bir gün mən Peyğəmbərin sallallahu aleyhi ve sellemin yanına getdim. Qapını döyüb içəri daxil oldum və gördüm ki, o gecənin qaranlığında nəyəsə belə bürünüb. Və bilmədim, deyir, o nə idisə, necə bürünmüşdü. Və deyir, mənə lazım olan şeylər götürəndən sonra soruşdum ki, ya Resulallah, bu nədir belə bürünmüsən? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm dedi ki, bu mənim övladlarımdır, yəni Həsən və Hüseyndir. Onları Peyğəmbər sallallahu aleyhi və səlləm belə əbasını atıb, onları belə qucaqlamışdı. Yəni onlar qucağında oturtmuşdu və belə bürümüşdü onlar özünə. Və sonra buyurur ki, Həzəni ibnəyə və ibnə ibnəti. Və bunlar mənim övladlarım, yəni oğullarım və qızımın oğullarıdır. Yəni Peyğəmbər s.ə.v o qız nəvələrini öz oğlu kimi ifadə edir. Bu da yəni onların nə qədər ona sevimli, əziz olmasını ifadə edir. Və sonra buyurur ki, Allahümmə inni uhibbuhumə fəəhibbəhumə. Ey Allahım, mən onları sevirəm, sən də onları sev. Və əhibbə mən yuhibbuhumə. Və onları sevənləri də sev. Tirmizi rivayət etmişdir. Yəni bu hədis səhih hədislərdəndir. Və sonra başqa bir hədisdə Allah Resulunun sallallahu aleyhi və səlləmin sahabəsi Əbu Hureyra, Allah ondan razı olsun, deyir ki, mən bir gün Peyğəmbərimizlə sallallahu aleyhi və səlləmlə birlikdə yolda gedirdik və heç birimiz danışmırdıq. Yəni sakitcə yol gedirdik və gəlib yol ayrıcına çatanda Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Bəni Qeynuqa bazarına daxil oldu. Bəni Qeynuqa Yahudi qəbiləsi idi. Mədinə şəhərində məskunlaşmışdılar. Yəni oranın sakinləri idilər və onların qapalı bir bazarı var idi. Və Peyğəmbər sallallahu gəlib həmin bazara deyir, daxil oldu. Sonra bazardan çıxdı, gəldi Fatimənin evinin astanasında, yəni evinin qabağında belə bir eyvan kimi yer var idi. Evin qabağında genişdir orada otururlar, dincəlirlər. Gəlib orada oturdu və səsləndi ki, balaca hardadır, balaca hardadır. Yəni Peyğəmbər s.ə.v balaca deyərkən Həsən radiyallahu anhunu nəzərdə tuturdu. Yəni nəvəsini çağırdı ki, balaca hardadır. Və çox keçmədi ki, Həsən gəldi və Peyğəmbər s.ə.v onu qucaqlayıb bağrına bastı. Və sonra buyurdu ki, Allahümmə inni uhibbuhu fəəhibbəhu. Ey Allah, mən onu sevirəm, sən də onu sev. Və əhbib mən yuhibbuhu. Və onu sevənləri də sev. Və Əbu Hureyra deyir ki, və Peyğəmbərimizə sallallahu aleyhi və səlləmə Həsən ibn Əlidən daha sevimli bir kimsə yox idi. Və daha doğrusu ki, Peyğəmbər s.ə.v bu sözündən sonra mənə Həsən ibn Əlidən daha sevimli bir kimsə yox idi. Yəni, mənim ən çox sevdiyim şəxslərdən Həsən ibn Ali idi.
Buxari və Müslim rəvayət etmişdir. Və bu Həsən və Hüseyn haqqında olan rəvayətlər, onu sevmək haqqında olan rəvayətlər çoxdur. Və bunlar Əhl-i Sünnə və Cəmaatın hədis kitablarında öz yerini almışdır. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm kimi sevibsə, bizim də onları sevməyimiz bizim imanımızdandır. Və həmçinin Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin sevdiyi kimsələrdən onun həyat yoldaşları idi və həyat yoldaşlarının içərisində ən çox sevgisini ifadə etdiyi kimsə Xədicə radiyallahu anh idi. Xədicə Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin Peyğəmbərlikdən öncə evləndiyi qadınlardan idi və Peyğəmbərimizin övladlarının anası idi. Yəni Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin bütün övladları yalnız bir qadından olub, Xədicə anamızdan. Baxmayaraq ki, Peyğəmbərimizin 11 həyat yoldaşı olub, amma yalnız Xədicədən uşaqlar olub və bir də Mariya var idi, Mariya Əl-Qıbtiyyə, bir uşağı İbrahim adlı oğlu Mariyadan olmuşdu. Amma digər 4 qızı və Qasim və Abdullah adlı oğlanları, 6-sı da Xədicə radiyallahu anhədən dünyaya gəlmişdi. Və Xədicə radiyallahu anhə çox bərəkətli bir qadın idi. Həm əxlaqı ilə, həm dünya görüşü ilə, həm Peyğəmbərimizə sallallahu aleyhi və səlləmə dəstək verməsi ilə hər yönlü xeyirli və bərəkətli bir qadın idi və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm də Xədicənin xətrini çox istəyərdi. Və Ayşə radiyallahu anhə Peyğəmbərimizin gənc yoldaşı idi. Rəvayət edir ki, bunu Ayşə özü söyləyir. Deyir ki, mən Peyğəmbərimizi sallallahu aleyhi və səlləmi yalnız Xədicə ilə qısqanırdım. Başqa heç bir qadınla qısqanmırdım. Baxmayaraq ki, mən Xədicənin sağlığında görməmişəm. Yəni, o Məkkə dönəmində vəfat etmişdi. Amma həmişə Xədicəni qısqanırdım. Yəni, dünyasını dəyişəndən sonra. Niyə görə? Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyir, bir qoyun kəsəndə belə, yəni bir heyvan kəsirdisə, evdə bir ət gəlirdisə, deyirdi ki, bunları da bir pay ayırırdı ki, bu payda aparın Xədicənin dostlarına, rəfiqələrinə verin. Yəni Xədicə yoxdur, amma onun rəfiqələri varsa, hətta onun rəfiqələrinə belə Peyğəmbər sallallahu əleyhi yaxşılıq edirdi ki, mənim keçmiş həyat yoldaşımın rəfiqələridir. Və deyir, mən bir gün Peyğəmbərimizin sallallahu əleyhi və səlləmin Xədicə haqqında bu cür qayğı göstərməsini belə qısqandım və dedim ki, nə olub, yəni elə bir ki, Xədicədən başqa dünyada qadın yoxdur. Peyğəmbər s.ə.v dedi ki, inni qad ruziqtu hubbəhə. Dedi ki, Ayşə, yəni mənə onu sevmək bir ruzi deyir. Yəni, Allah təala onu mənə elə qəlbimə salıb ki, mən özümdən asılı deyil, mən onu sevirəm. Buxari və Müslim rəvayət etmişdir. Yəni, bu rəvayəti Ayşə radiyallahu anhə özü nəql edir və o bildirir ki, Peyğəmbər s.ə.v-in sevdiyi, ən çox sevdiyi qadın Xədicə idi. Və dediyimiz kimi, Xədicə radiyallahu anhə Peyğəmbərimizin Peyğəmbərliyinin ilk dönəmində ona çox dəstək verən, ona çox dayaq olan, həmişə Peyğəmbərin yanında olan bir qadın olub və həmçinin də 6 övladının anası olub. Və Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin sevdiyi yoldaşlarından biri də Ayşə radiyallahu anhə idi. Ayşə radiyallahu anhə Peyğəmbərimizin ən yaxın dostu Əbu Bəkr Əs-Siddiqin qızı idi və Peyğəmbərimizin ən gənc yoldaşlarından idi və Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin qəlbində onun üçün də xüsusi bir sevgi var idi və o sevgisini həmişə ifadə edərdi. Amr ibn Asın rəvayətində gəlir ki, bir gün o Peyğəmbərdən soruşur ki, ya Rasulullah, sənə ən sevimli insan kimdir? Peyğəmbər s.ə.v buyurur ki, Ayşə. Və İbn-i Qeyyim rahiməhullah İslam alimlərindəndir, məşhur İslam alimidir, buyurur ki, Ayşə radiyallahu anhın xüsusiyyətlərindən biri o idi ki, Ayşə radiyallahu anhə Peyğəmbərin ən sevimli zövcələrindən idi. Və İmam Zuhri rahiməhullah buyurur ki, İslamda ilk sevgi Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin Ayşəyə olan sevgisi idi. Yəni Xədicəyə olan sevgi İslamdan qabaq idi da, Peyğəmbərlikdən qabaq. Amma Peyğəmbərlikdə ilk sevgi Peyğəmbərimizin Ayşəyə olan sevgisi idi. Və Məsruq rahiməhullah deməli Ayşəni Həbibətu Rasulillah və Həbibətu Rasul Rabbil Aləmin, aləmlərin Rəbbinə göndərilən, aləmlərin Rəbbinin göndərdiyi elçinin sevimlisi olaraq Ayşəni adlandırırdı.
Yəni Ayşə radiyallahu anhə Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin Xədicədən sonra ən çox sevdiyi həyat yoldaşı idi. Və Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin Ayşəyə olan sevgisindən bariz nümunəsi isə o deməli dünyasını dəyişdiyi xəstəliyində Ayşənin evində dünyasını dəyişməyi üstün tutmuşdu. Yəni Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Ayşənin evində deməli gəlir, yatır xəstə kimi və orada da Ayşənin dizinin üzərində başını onun dizinin üzərində qoyaraq dünyasını dəyişir. Urvət ibn Zübeyir, Allah ondan razı olsun, deyir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deməli sonuncu xəstəliyində, yəni ağızda xəstələnir və dünyasını dəyişir. Həmin xəstəlik dönəmində həyat yoldaşlarının evinə gəlirdi. Yəni bir gün, hər gün bir həyat yoldaşının evində qalırdı və soruşurdu ki, sabah mən harda olacam, yəni hansı yoldaşımın növbəsidir və həmişə bunu soruşardı. Və Urvət ibn Zübeyir deyir ki, soruşmağında məqsəd də Ayşənin növbəsinin nə vaxt gələcəyini bilməsi idi. Və Ayşə deyir ki, mənim növbəm gələndə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm daha bu sualı vermədi. Yəni gəldi Ayşənin evində və daha soruşmadı ki, mən sabah harda olacağım. Buxari rivayət etmişdir. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm də elə həmin evdə də, Ayşənin evində də dünyasını dəyişir, Ayşənin yanında və elə orada da dəfn edilir. Yəni siz bugün Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin məscidini ziyarət etsəniz və məscidi ziyarət edəndən sonra Peyğəmbər sallallahu qəbrini ziyarət edəsəniz, görərsiniz ki, o bir hücrənin içərisindədir, yəni bir bağlı otaqdadır. Həmin otaq Ayşə anamızın demək hücrəsi idi, evi idi. Və Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin sevdiyi kimsələrdən bir qismi də ənsarlar idi. Ənsarlar, yəni Mədinə şəhərinin müsəlman əhalisi idi. Yəni o vaxt ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Məkkədə dəvət edirdi və ona əziyyət verirdilər. Məkkə müşrikləri, Qureyş qəbiləsi onlara işgəncə verirdi, onları sıxışdırırdılar, hər cür embargo tətbiq edirdilər. O zaman Allah Rəsulu sallallahu aleyhi və səlləm çıxış yolları axtarır. Və çıxış yollarından biri də Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin Mədinə cəmaatı ilə, yəni ənsarlarla ittifaq qurması olur. Deməli, onlar ikinci ittifaqdan sonra qərara gəlirlər ki, Mədinə şəhərinə köç etsinlər, yəni Mədinədə məskunlaşsınlar və bu ittifaqdan sonra demək, müsəlmanlar dəstə-dəstə Mədinə şəhərinə köç edirlər. Və Allah Rəsulu sallallahu aleyhi və səlləm də Əbu Bəkirlə birlikdə, yəni yola çıxanda Əbu Bəkirlə birlikdə yola çıxır və Mədinəyə gəlirlər. Öz evində isə, yəni öz qaldığı yerdə isə Əli ibn Əbu Talibi qoyur. Yəni Əli ibn Əbu Talib orada fədakarlıq göstərir, Allah ondan razı olsun. Peyğəmbərimizin yerində yatır, sanki Peyğəmbər evdəymiş kimi deməli bir ab-hava yaradılar ki, Peyğəmbərə sui-qəsd eləməsinlər. Və beləliklə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Mədinə şəhərinə gəlir və ənsarlar çox böyük fədakarlıq göstərirlər. Həm müsəlmanlara sığınacaq verirlər, həm də ki, onlar üçün orada hər cür şərait yaradırlar. Yəni onlar hər bir şeylərini müsəlmanlarla, yəni Məkkədən gələn mühacirlərlə bölməyə təşəbbüs göstərirlər. Yəni kimin 10 manat pulu var idisə, 5 manatını verirdi mühacirlərdən birinə, 5-in özünə saxlayırdı. Evi var isə evin yarı bölürdü. Nə bilim, bağı var isə bağın yarını bölürdü. Yəni ki, hər bir şeydə bölüşürdülər ki, onlar da sıxıntı içərisində olmasınlar. Və ona görə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ənsarları çox sevərdi. Çünki onlar İslamın ayağa qalxmasında, İslamın yayılmasında böyük təşəbbüs göstərmişdilər. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir gün deyir ki, müraciət edir və deyir ki, Allahümə əntum min əhəbbin nəsi iləyyə. Və deyir ki, ey Allahım, sən şahid ol ki, bax, siz deyir, ənsarlar deyir ki, mənə ən sevimli kimsələrsiniz. Allahümə əntum min əhəbbin nəsi iləyyə. Ey Allahım, sən şahid ol ki, yəni siz mənə ən sevimli insanlarsınız. Və bunu 3 dəfə təkrar edir. Buxari və Müslim rivayət etmişdir. Və bu hədis göstərir ki, ənsarların Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin qəlbində xüsusi məkanı, məqamı var idi. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm başqa bir hədisdə ənsarları sevməyin
imanın əlamətinin olmasını bildirmişdir. Ənəs bin Məlik buyurur ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurub ki, Əyətül imanu hubbul ansar. İmanın əlaməti ansarları sevməkdir. Və əyətün nifaqi buğdul ansar. Münafiqliyin əlaməti isə ənsarlara nifrət etməkdir. Buxari və Müslim rəvayət etmişdir. Həmçinin Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin sevgi göstərdiyi bir qism insanlar da deməli kasıblar idi, miskinlər idi. Yəni cəmiyyətin fağır təbəqəsində də Peyğəmbər sallallahu xüsusi sevgi göstərərdi. Və deməli İbn Abbas radiyallahu anhuma buyurur ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm belə dua etmişdir. Allahümmə inni əsəluka fi'lənəl xeyrat. Allahım, mən səndən xeyir işləri görməyi istəyirəm. Və tərkəl münkarat və pis işlərdən əl çəkməyi istəyirəm. Və hubbul məsakin və kasıbları sevməyi istəyirəm. Yəni, ya Rabbi, bu şeyləri mənə ruzi də, yəni yaxşı işlər görüm, xoşa gəlməz işlərdən uzaq olun və kasıbları sevim. Tirmizi rəvayət etmişdir və bu hədislər səhih hədislərdəndir. İbn Rəcəb rahimehullah bu duanın şərhində deyir ki, və hədə duaun azimun min ecməl ədiyyəti və əkməlihə. Bu çox möhtəşəm dualardandır və kamilliyə aparan dualardandır. Və Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin əsəluka fi'ləl xeyrat və tərkəl münkarat, yəni xeyir işləri görmək və pis işlərdən və ya naxoş işlərdən uzaq olmağı istəyirəm səndən. Bu bütün xeyir işləri etməyi deməli əhatə edir və həmçinin bütün şər işlərdən uzaq olmağı da əhatə edir. Çünki Allah subhanahu wa ta'alanın deməli sevdiyi və razı qaldığı bütün əməllər xeyir işlərdir. Yəni Allaha yaxınlaşdıran söz, əməl, istər vacib əməllər olsun, istər müstəhəb əməllər olsun, bunlar hamısı nədir? Allahın sevdiyi xeyir əməllərdir. Pis işlər isə Allahın deməli sevmədiyi sözlər, əməllər və s. bu kimi xüsusiyyətlər hamısı nədir? Allahın sevmədiyi işlərə aiddir və kim bu cür dua edib bu xeyri əldə edərsə, o insan dünya və axirət xeyirlərini əldə etmiş olar. Və sələf salih həmişə kasıbları sevməyi bir-birinə tövsiyə edərdilər. Məsələn, Süfyan əs-Səvri rahimehullah bəzi qardaşlarına məktub yazır, onlara tövsiyə edir ki, Aleykə bil fuqarai vəl məsakin. Deyir ki, sənə tövsiyə edirəm ki, fağır və kasıb insanlarla deməli diqqətli ol, yəni qayğı göstər və onlara yaxın ol. فإن رسول الله صلى الله عليه وسلم كان يسأل ربه حب المساكين. Həqiqətən də Allah Resulü sallallahu aleyhi və səlləm Rəbbindən miskinlər, yəni kasıbları sevməyi istəyərdi. Və həmçinin Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin sahabələri də kasıblara qarşı çox diqqətli davranardılar. Məsələn, nümunə olaraq götürsək, Cəfər ibn Əbi Talib radiyallahu anhu miskinləri, kasıbları çox sevərdi və həmişə onlarla durub oturardı. Gedərdi onlarla söhbət edərdi, onları öz yanına söhbətə çağırardı və hətta onun ləqəbini Əbul Məsakin qoymuşlar, yəni miskinlərin, kasıbların atası. Və həmçinin Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin yoldaşlarından biri olan Zeynəb bint Xuzeymə radiyallahu anhə, möminlərin anası, onun da ləqəbi Ummul Məsakin, yəni miskinlərin anası deyə çağırılırdı. Çünki o da kasıbları çox sevərdi və onlara həmişə əl tutardı. Və İbn Ömər radiyallahu anhuma da həmçinin çox vaxtı yeməyini kasıblarla oturub yeyərdi və deyərdi ki, bəlkə də bu kimsələrdən bəziləri qiyamət günü Allahın huzuruna deməli kral olaraq gələcəklər. Yəni bir dövlət başçısı kimi hörmətli olacaqlar. Baxmayaraq ki, kasıbdır, amma Allahın sevib və razı qaldığı bir kimsə kimi Allahın huzuruna gələ bilər. Həmçinin Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin ədəbindən, əxlaqından gözəl əxlaq sahibini sevmək idi. Və bu da əlbəttə ki, Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin bizə bir nümunəvi örnəyi idi. Abdullah ibn Amr radiyallahu anh buyurur ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ədəbsiz, tərbiyəsiz və ya kimisə acılayan bir kimsə deyildi. Və buyurur, həmişə deyərdi ki, İnnə min əhəbbikum iləyyə əhsənukum əxləqa. Sizin mənə ən sevimli kimsəniz gözəl əxlaqlı olanıdır. Buxari rivayət etmişdir. Yəni Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bizə buyurur ki, gözəl əxlaq sahibi olmaq
nədir? Özünü Allah Rəsuluna sallallahu aleyhi və səlləmə sevdirməyin yollarından biridir. Əlbəttə ki, Allah Rəsulu sallallahu aleyhi və səlləm bizim üçün böyük örnəkdir. O bizim üçün bir örnək olaraq deməli peyğəmbər olub və bizim üçün bir yol qoyub gedib və bu yol bugün bizə gəlib çatıb. Elhamdülillah biz hədislər vasitəsilə Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin davranışlarını öyrənə bilirik. Bu da Allahın böyük bir nemətidir. Ona görə hədis elmi, hədisləri öyrənmək, hədisləri öyrətmək bu özü bir ibadətdir. Çünki biz bununla Allah Rəsulunun sallallahu aleyhi və səlləmin təlimlərini öyrənmiş oluruq, mənimsəmiş oluruq və Allah dərgahında Allaha yaxın olmaq üçün bir vasitə əldə etmiş oluruq. Allahdan diləyirəm ki, Allah subhanahu wa ta'ala bizi Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin əxlaqı ilə əxlaqlanan müsəlmanlardan etsin və Rəbbim bizi dünya və axirət işlərində, xeyirli işlərdə, gözəl işlərdə müvəffəq etsin. Bugünkü dərsimiz bu qədər. Selamun aleykum və rəhmətullahi və bərəkətuhu.